Uşaq elədir ki, məktəbdə, ailədə o sevgi ilə gəlir bir həddə, bir dərəcəyə çatdırır ki, yəni vətən deyəndə, ana deyəndə vətən bilir, başqa da heç nə bilmir. Bax, bu qəhrəmanlarımız ki var, o ailədə gördüyü vətənpərvər eşqi, məktəbdə gördüyü vətənpərvər eşqi, şücaətdə ordumuzu eşqin görüb, bax bu cür şücaətlə özlərini torpaqlarımızın azadlığı uğrunda canlarından, qanlarından keçirlər. Allah şəhid qardaşlarımızın ruhunu şad eləsin. Ölkəmizin hər yerində, hal-hazırda iftar süfrələrdə Allah bu qonalığa süfrəsi var. Allah qonalığa süfrəsidir. Bu süfrələri bizə çox görməsin. Ən gözəl neymət elə bu süfrədə olmalıdır. Buyursunlar və bir təqdimatlar da var, səhv eləmirəmsə. Turizm kollecinin tələbələri buyursun. Biz də şəhərimizə başlayaq. Buyurun. Şəhid anası, mən də sənin bir balam, olmasam da qəhrəman, uşaq, kəlbəcər alam. Sənin oğlun tapşırdı, səni bizə yol aldı. Məslumun sayəsində ordumuz zəfər saldı. Salam şəhid atası, necə də qürurlusan, dağ boyda oğlun gedir, yenə də dik durursan. Ağarmış saçlarından nur kötülür, nur ata. Her zaman gürurlu ol, her zaman dik dur ata. Titrey əllərində alıb şəklini, ah çəkib ağlama, şəhid anası. Dizlərin üstünə əyib belini, sellər tək çağlama, şəhid anası. Baxırsan gəldiyi cığıra, izə, quzu otardığı çəmənə üzə. Yaralı könlümü hey üzə-üzə, mantem təkcə ağlama, şəhid anası. Bir sabah yola düzəldi, torpaq sizi gözlədi. Qorxmadan döyüşə getdi, vətən üçün, millət üçün. Dalğalandı üç rəngli bayraq, sənin içindən, sənin izindən, qanından. Şəhid oldun ucalır sən, gör nə kəsdi canından. Gökhan, adın nurla dolu, səngərlərə iz salırsan, düşmənlərə ot qalırsan. Şəhid oldun sən. İndi ruhun azaddır. Şəhidlər heç ölməz, qardaş. Vətən sağdır, sən sağsan, qəhrəmanlar əbədi yaşayır. Sən çaxdırdın şimşəkləri, düşmənləri titrətdi. Torpaq üçün, bayraq üçün, can verdi, şəhid getdi. O yollar ki keçdi, qardaş, hər addımın iz qoyur. Qəhrəmanlığın dastan olur, sənin adını düz qoyur. Sənin üçün ağlamırıq, sənin üçün ağlamırıq, sən zirvəyə qalxmışsan. Şəhidlərin yurdu var, sən də daha cənnətə çatmışsan, sən də daha cənnətə çatmışsan. Biz bugün burada Mingəçevir Turizm Kollecinin müəllim və tələbə heyəti olaraq iştirak elədik. Bir vaxtlar Gürkan da bizim Turizm Kollecində oxuyurdu. Allah Gürkan'a rəhmət eləsin. Onsuz da Gürkan'ın yeri cənnətdir. Çox sağ olun. Nə qədər dəyərli bir insanla Allah qatında o uşağın məqamı görməliyik ki, onu biz ikinci ildə sizin qatınızı yox. İkinci ildir ki, onun mövludu məhz Ramazan ayına düşür. Bu mübarək ayına düşür. Yəni, elə uzaqdan da gələnlər var, eşidib gələnlər də var ki, heç bilmir ki, şəhidin atası sizsiz, anası sizsiz. Mən qonaqlarınıza, çünki Allah qonalığa süfrəsini açmağı sizə nəsib edeyim. Qonaqlarınıza bir xoş gəldin deyirsiniz inşallah. Balaca gözəl xatirəsi varsa Gürkan'ın bizlə bölüşərsiniz. Biz də daha da yaxından tanıyarıq inşallah. Mən vaxt
vaxt almadan sözü verirəm şəhid qardaşımın atasına. Buyursun. Günlerin bizi sayıp bu məclisdə bu tədbirdə iştirak edən hər bir kəsə öz təşəkkürünü bildirirəm. Allah gələn əhvalını var eləsin, bu günlərin vaxtlarını ayırıb bu əziz gündə bizlə bir yerdədirlər, bizlə çiğnirlər, bütün şəhər ailələrinə öz təşəkkürünü bildirirəm. Allah razı olsun. Ve şehidimizin anası. Buyurun ana. Ben de hoş geldin değilim. Ben bir ana kimi isterdim ki bir daha müharebe olmasın. Bir daha analar, körpeler ağlamasın. Allah bütün şehitlerimize rahmet eylesin. Gazilerimize can sağlığı versin. Allah bizim prezidentimizi korusun. Sülh ve emnamanlı olsun. Bir ana kimi benim arzum budur. Sağ olun, hoşdur. Allah səbr özü versin. Allah heç bir ailəyə bir də övladları göstərməsin inşallah. Və burada Dəmir İqbal Cəmiyyətinin Gəncə üzrə sədri və cəmiyyətinin sədri Bakı üzrə sədri Ülviyə xanımın təşkilatçılığı ilə Leyla xanımın təqdimatı var. Burada Gəncədən gəlib sizə təqdimatı təqdim eləsin və sizlərin yanında olsun. Allah razı olsun hər birlərindən, hər bir könüllərinizə ki, bax, kiçik hədiyyələrlə siz ailələrin yanında olurlar. Buyurun. Mən də hər kəs sağlıq edirəm. Allah şəhid ailələrimizə səbir versin. Və bugünkü gündə mənfur düşmənlərə də və bütün ölkələrə də bizim nə qədər ordumuzun güclü olduğunu və necə torpaqlarımıza, millətimizə sevgimizi sübut elədilər və bunları sübut edən bugünkü gündə Gökhan kimi qardaşlarımızdır, şəhid qardaşlarımızdır ki, onlar mənfur düşmənlərin sübut elədilər, ölümün gözünə dik baxmaqla və bugünkü gündə həmçinin qazilərimiz, bir çox qazilərimiz var ki, yaralı, belə deyim, ölümün gözünə dik baxdılar. Onlar döyüşlərini davam etdilər, son damla qanlarına kimi, həmçinin də şəhidlərimiz. Allah burada oturan bütün şəhid ailələrinin qarşısında baş əyirəm və haqlarını halal eləsinlər. Çünki bugün onlar evladsızdılar. Evlad adısı, qəlblərində evlad arzularıyla yaşayırlar və hər biri bir qəhrəmandır. Məncə elə qəhrəman oğulların valideynləri də sizin kimi qəhrəmanlarınızdır. Çünki onlar sizin tərbiyənizlə, onlar sizin vətənpərvərlik sevgisiyle böyüdü və sizin də qarşınızda baş əyirəm var olun. Neçə ki, canınızda can var, neçə ki, yaşayırıq, hər birinizin borcudur sizlərin yanında sizə dəstək olmaq. Əllərinizdən öpürəm, qarşınızda baş əyirəm. Allah sizə səbir versin. Düzdür, bugünkü gündə siz qəlbinizin o yanğısını neçə içinə söndürə bilmərik. Biz sadəcə bir neçə cümlələrimizin sizə təsəlli ola bilərik, yanınızda ola bilərik. Və bugünkü gündə mən bu təşəkkürnaməmi sizə təqdim edirəm. Kiçik də olsa, qəlbinizdən olsun, yenə də haqqınızı halal edin. Çok sağ olun, teşekkürümüzü bildiririk. Gəlib iştirak edildiyimizə görə, ailənin yanında olduğunuza görə. İnşallah siz də öz yerinizi alın. Dəyərli əhliylə daha dəyərli qardaşım, 4 ildən yuxarı ki, Azərbaycanımızın istənilən bölgəsində şəhid tədbirlərində xidmət edirik. Uca olsun, vətənimin bayrağı uca olsun, Sametlan Hilali buyursun inşallah. Düşen canlara salam olsun, yiğitlere, mertlere salam olsun, gaziye, şehidlere salam olsun. Anam atam üzülmesen halime, şehit olun teki vətən sağ olsun, sağ olsun. Anam atam üzülmesen halime, şehit olun teki vətən sağ olsun, sağ olsun, uca olsun. Vətənimin bayrağı uca olsun. Qarabağa şəhiddən salam olsun. Şəhid olun, teki vətən sağ olsun, sağ olsun, uca olsun.
Azerbaycan var olsun, Tanrı bize yar olsun, ruhlarınız şad olsun, Azerbaycan var olsun. Canlarımız fedadır, vətən bizə anadır, məqamları ucadır, şəhidə salam olsun. Ana vətən səslənər, canan qana keçərəm, torpağım azad olsun, düşmənimiz xar olsun, Azərbaycan var olsun. Yanır vətən işıqları, gəlir vəfa soraqları, əvəl-fəzin qonaqları, şəhidlərə salam ola, şəhidlərə salam ola, igidlərə salam ola. Ana vətən deyib döyüşdün oğlum, düşməninin boynunu büktün oğlum, qisasını mərd kimi aldın oğlum, səni vətən qoynuna aldı oğlum. Şəhadətim anam mübarək olsun, şəhid olum təki vətən sağ olsun, sağ olsun. Şəhadətim anam mübarək olsun, şəhid olum təki vətən sağ olsun, sağ olsun. Uca olsun, vətənimin bayrağı uca olsun, Qarabağa şəhiddən salam olsun, şəhid olum təki vətən sağ olsun, sağ olsun. Uca olsun, vətənimin bayrağı uca olsun, Qarabağa şəhiddən salam olsun, şəhid olum təki vətən sağ olsun, sağ olsun. Azərbaycan var olsun, Tanrı bize yar olsun, ruhlarınız şad olsun, Azerbaycan var olsun. Verilen efsaneleri, okunan Kur'anları, tutulan orozları, Allah kabul eylesin, Allah kabul eylesin. Gökhan'ın şehadeti, gazilerin şücaati, Hakan'ın ibadeti, Allah kabul eylesin, Allah kabul eylesin. Allah şehit kardeşlerimizin şehadetini kabul eylesin. Allah ruhlarını şad eylesin inşallah. Allah ahirete qonaq eylesin. Allah onların ruhlarını bizlere şəfaatçi qərar versin inşallah. Allah siz analara, xanımızlara, salamullah aleyhanı sərbindən əta eylesin. Bizim burada dəyərli şəhid atalarımız buradadır ki, bu məclislərə xüsusi zinət qatırlar, bir zinət verirlər məclislərimiz. Allah onlara da can sağlığı versin. Allah onları da böyrükdən əksi eləməsin. Mən istəyərdim, əmilərimiz, dayılarımız buradadır, heç əziyyət çəkməsinlər. İstəsələr mən özüm yaxınlaşım ora. Bugün oruçluk günü Allah yolunda kim namazı orucu kim kabul ise Allah yolunda kabul olsun ve Gökhan'ın bugün tədbirinə toplaşmışıq. Hər biriniz şəhid adını çok güzel duyduğu şəhid adını daşıyan olanlara Allah Teala'nın özü dərgahında çok rəhmət eləsin diye ve bugünkü gün mən arz edirəm ki, bundan sonra şəhidlərimiz yok,
qapıları həmişə musiqiçilər döysün, şəhidlərin ailələri toy eləsin, şənlik eləsin. Bir də Allah yerini behişt eləsin, görünürlə olsun. Dövlənin simasında bütün şəhidlərin yeri behişt olsun. Gələn qazilərə can sağlar deyirəm. Qoy onlar da həyatda bunların hamısı, bu qazilər, o şahidliyi, şəhidliyi hamısını görürlər. O xoş gəlib səfa gətirirlər. Bugünkü gün mən elə bilirəm ki, yaddan çıxılmaz şəhidlərdir. Onlar Azərbaycanın bütünlüyü uğrunda canlarını fəda verirlər və Azərbaycanın bütün olması üçün mən də sevinirəm. Azərbaycanın bütün tanıyaq, Azərbaycanımızdakı bütün kəndlər, şəhərlər hamısı toy şənlik eləsin. Bayramımız mübarək olsun. Yeni yüzümüzə daha da gözəl gəlsin. Çox səfalı həyatımız olsun. Çox sağ olun, çox minnətlər olsun. Allah səbir versin, hər bir şəhid ailəsinə. Sağ olun. Allah bizler için, başlar da sağda səbir versin. Bu şəhid ailələrinin, bu şəhid ailələrinin Allah səbir versin. Bugünkü Körpəli sayəsində ne qədər şəhidlərin dövləti var, onu mübarək olsun. Çox sağ olun, bir daha bir hamıza səbir versin. Allah rəhmət versin. Allah rəhmət versin. Gürkanlardan ruhuşlar olsun. Güzelim, Allah səbir versin. Bütün şehit onların ruhuşlar olsun. Bir zahmetler sağ olun. Sağ olun. Hemen 15 dəqiqə olar. Mövludun varı, Allah bütün şəhidlərimizə rəhmət eləsin, Körpə bağımızda. Əylə sırqa bağlanır, dua verirlər. 15-20 dəqiqə də orada olarlar. Yağın ki, məhdumdur. Ola bilir, gəlir orada oturmuşdur, ödəyənlər verir. Ola bilir, məhdum deyil. Bismillahirrahmanirrahim. Allah dualarımızları, Allah namazları, Allah duaları, mübarək ayda, mübarək günü Allah qəbul eləsin. Allah cəm şəhidlərimizin qarşılar eləsin. Müsəlmanların yerləri cənnətdir. Onları bizlərə inşallah qiyamətin günündə şəfaət çıxarırız. Esselamu aleykum və rəhmətullah. Kişidə tam dəqiq var. Allah cəm şəhidlərimizə rəhmət eləsin. Allah şəhidlərimizə səbir versin. Allah bütün şəhidlərimizə rəhmət versin. Sən Allah, sən Allah'ın doğrularını verirsin. Ayda, sən də hər şey olsan Allah'ın verirsin. Qırman da oluşar olsun. Oluşar, bütün şəhidlər oluşar olsun. Doğru. Allah rəhmət etsin. Allah bir dostlarına olsun, kabul etsin. Çıkar kardeşimden, onu yaklaşsın, sabırlar versin. Amerika olmalı. Allah daha büyük şeyler, çok güzel sabırlar versin. Herkes çok sağ olsun, Allah'a emanet olsun. Allah cəmşəhlərimizin hərisini səbir versin, cəmşəhlərimizin məkanı cənnət eləsin. Gürkan bağlarımızın da mövludun mübarək olsun. Allah şəhidlərimizin məkanı cənnət eləsin. Valideynlərinə səhvlərini versin. Güzel sana gün Ruşat olsun, bütün şəhidlərimizin cənnətlərinə olsun. Hamınızı sevirəm, hamınızı salamlayıram, başınıza dönərəm sizə. Hamınız əzizsiniz bizim üçün, valla. Bu illər ərzində bizim hamımız bir-birimizlə doğmalaşdıq həqiqətən də, şəhid valideynləri ilə, şəhid anaları ilə. İnşallah anaları dəvət, qardaşları dəvət elə, mən dəvət eləməyəcəm. Çünki elə yaxınlaşıb özlərinə versəm mikrofonu, orada özləri hər öz yerində danışsa daha gözəl olar. Burada
Gəncədən, Bərdədən və elə Mingəçevir şəhərdən olarım. Deyəsən, Qıraq rayonundan da var, ona görə bölgə adı çəkmirəm. Allah hər birinizə səbir versin, xanım Zəhmə salamullah aleyhanın səbirindən versin inşallah. Ətrafda xanım zəhmət olmasa, siz bilirsiniz, şəhid olaraq hansı sollarda əyləşibdə, hamısına bir söz verib, danışmaq istəyirəm. Ondan sonra şəhidim laylar, cavanım laylar, analarımızın dilindən bir şəhidlərini oxşama deyərik. Buyurun. Sağ olun. Mən Bərdədən gəlmişəm, evin yeganə evladı Hüseynzadə Elməddin anası Arzuanayım. Bu günlərim Gökhan balamızın mövlud günüdür. Allah balamızın cənnətdəki mövludunu mübarək eləsin. Şəhadətini mübarək eləsin, ruhunu şad eləsin. Atasına, anasına bol-bol səbir versin. Çünkü bizim Azerbaycan'ın en azı görevini korumak için, sevdiğimizi korumak için, bunlar çağlarını kurban verilmeyi, mekanına yerine asıl olmayan bir yolu birleşerek 44 gün ərzində 30 illik işgal altında olan torpaqlarımızı azad etdiler. Ve bu mərasimdə həmin oğulların anaları birləşdirildi. O oğulların anaları ki, onları güzel terbiye etmenizi, namusu beğenmeyi, vətənə olan sevgisiyle, oğullarının şirin canlarına kurban veren oğulların anasına, hamımıza dərin təşəkkür edirəm, minnətdarlıq edirəm ki, siz vətənimiz, torpağımız üçün öz uşaqlar verirsiniz. Abbasəli bu gözəl sözü olaraq, vətəni sevməyən insan olmaz, ulusal şəxsdə vicdan olmaz. Bizim oğullarımız vətən sevgisi, ana sevgisiyle deyərək öz şirin canlarını vətənsizdən edirlər və namusumuzu, qeyrətimizi sağlarlar və ailələrini gözü yaşatırlar, öz canlarına torpaqlarına qurban verirlər. Mən deyərdim ki, bizim babalarımız torpaq altında yox, qeyrətli oğlanlar millətlərdə yaşayırlar. Buna görə də onların arkasında olan oğullara da dərin təşəkkür edirəm, minnətdarlıq edirəm ki, bizim babalarımızı qarıb gəldirlər. Bir də hamımızın ruhları, münasibətlə təbrik edirəm. Çox sağ olun, var olun. Onlar şey davranmışlar. Ben xahiş edirəm, analar, söhbət etmiyorum. Axı biz hamımız qaralıyıq. Hamımızın dərdi eynidir. Bugünkü gündə biz o gözəl balanın işığına girmişik. Onun simasında bizim de evlatlarımız yanındadır. Ona mevlud keçirirlər. Biz bu günlərin hamımızı burada bilmədik. Onlar da orada Gökhan balamıza ad günü keçirirlər. Allah ruhlarını işğal eləsin. Məqamlarını uca eləsin. Hiçbir zaman analara daha göz yaşı akıtmasın. Çünkü ölünce dersin. Kara torpağa gelince bizim bu göz yaşlarını kesilir.
bir daha Allah göz yaşı göstermesin. Mevludun mübarek benim Gökhan'ım, benim Körpün ağam. Bugünkü gün hem de iftardır. Görün onun ruhu ne güzeldir. Hem bahar bayramıdır, hem iftarımızdır. Hem de bugünkü günde o valideler de